Salamlar bir daha. Ümid edirəm işləriniz qaydasındadır. Nəhayət Task 2-nun sonuna gəlib çatdıq. Bugün biz sizlə bir yerdə Task 2 Week 4 materialını cover eləyəcəyik və bununla bərabər eyni zamanda son esse tipimiz olan discussion esselər haqqında məlumat əldə eləyib bu esse tiplərini necə yazmalıyıq, onu öyrənəcəyik. Bu dərs biraz detallı və çox informasiya təşkil edən dərsdir. Buna əlavə qeyd edeyim ki, sizin bir bonus videonuz da olacaq. Hansı videoda ki, siz 12-14 cümlə quruluşu tapacaqsınız və bu cümlə quruluşlarını istifadə eləmək sayəsində siz artıq daha yüksək bal əldə edə biləcəksiniz IELTS üzrə. Amma bu hissədə də yenə önəmli detallar müzakirə olunacaq. Ona görə də gəlin elə ən birinci qrammatika sectionumuza necə inkişaf elətdirək, onun haqqında danışaq. Adətən tələbələr düşünür ki, onlar hər nə qədər belə deyək, qrammatik səhv eləməsələr, bu təqdirdə onların skorları bir o qədər yuxarı olacaq. Amma məsələ bu deyil. Məsələ sadəcə bizim qrammatik səhv eləməyimizlə əlaqəli deyil. Məsələ eyni zamanda bizim nə dərəcədə kompleks və advanced cümlə quruluşu istifadə eləməyimizdir. Sizin istifadə elədiyiniz cümlə quruluşlarından sizin yazınızın leveli asanlıqla təyin olunur ki, bunun sayəsində də ona uyğun skor da sizə verilir. Yəni bu məntiqlə düşünün ki, bir examiner artıq kifayət qədər təcrübəli olduğu üçün, eyni zamanda mən də kifayət qədər esse yoxladıqdan sonra və elə birbaşa examinerlərdən feedback dərslərini götürdükdən sonra bu nəticəyə gəldim ki, bu məsələdə müəyyən qədər təcrübə önəmlidir. Çünki artıq siz nə qədər mürəkkəb cümlə istifadə etsəz, sizin balınız artıq bir yerdən sonra o qədər artır. Amma burada bir səhv anlaşma da var, onu da izah eləmək istəyirəm. Tələbələr bəzən mürəkkəb cümlələri səhv istifadə edirlər. İstifadə eləməklərini bilməmələrinə rəğmən və yaxud da ki, səhv bir kontekstdə istifadə edirlər. Bu halda bu onların ballarına müsbət deyil, əksinə mənfi təsir edir. Bunu yadımızda saxlayaq. Ona görə də hər hansı bir qrammatik quruluşdan əmin olmadığımız müddətcə onu istifadə eləməyinizi sizə önərmirəm. Və əgər bir qrammatik quruluş öyrənmisinizsə, mütləq şəkildə onu essenizdə yazıb müəllimizə təqdim edin. Müəlliminiz o esseyə feedback verdikdən sonra artıq gördünüz ki, düz istifadə eləmisiniz, bəli, artıq istifadə edə bilərsiniz o quruluşu. Ona görə də sizə öncədən bir kamu spotu kimi bir şey deyim ki, xahiş edirəm ki, bu cümlə quruluşlarımızı səhv, yersiz bir şəkildə istifadə eləməyək, yoxsa balımız azalacaq. Gəlin başlayaq. Grammar və accuracy üzrə balımızı necə artıra bilərik? Birinci sizlə hedging öyrənəcəyik. Hedging nədir? Ümumiyyətlə IELTS writing-də bacardığımız qədər 100%li danışmamalıyıq. Burada biz daha çox may, can tipli ifadələrdən istifadə eləməliyik. Bu bizim obyektivliyimizi qorumağımıza gətirib çıxaracaq. Məsələn, burada iki cümlə var. Young people prefer to eat fast food. İkincisi, it is often thought that many young people tend to eat fast food, which may be considered to be unhealthy. Also, some youngsters might go to fast food outlets quite regularly when compared to older age groups. Evidence suggests that, in general, this assumption is largely untrue. So, guys, gördüyünüz kimi ikinci cümlədə müəyyən ifadələr sayəsində, hansıları ki, mən boldla qeyd eləmişəm sizin üçün, müəyyən ifadələrin sayəsində daha hedged versiondur, yəni daha yuvarlaqlaşdırılmış bir versiondur, daha dəqiq danışmayan bir versiondur və daha obyektiv bir versiondur. Ona görə də mən də sizə bu cür istifadənizi önərirəm. Bunun üçün siz fərqi anlamalısınız, öz opinioniniz və faktlar arasında olan fərqi. Öz opinionunuzu verirsinizsə, in my opinion, I believe, I think that və s. deyirik. Amma bunu hər cümləmizi bu cür başlaya bilmərik. Əgər 100% əmin deyilsənsə, sənin iddian düzgündür, bu halda hedging çox önəmli bir rol oynayır. Burada hedgingin rollarını görürsünüz. Qısaca belə bəhs edeyim ki, akademiklik, formallıq və eyni zamanda obyektivlik, professionallıq və ümumiləşdirmə bunun əsas rollarıdır. Bu hissədə də siz müəyyən hedging nümunələri görürsünüz. Gəlin bunları bir yerdə bir analiz eləyək. It and that clauses, it is often thought that, it is believed that tipli ifadələr. Yəni, mən inanmıram.
Başqaları inanır. Bir növ topu başqasına atmış olursunuz. Adverbs of frequency, yəni people eat fast food yerinə people often eat fast food. Like həmişə yemirlər, tez-tez yeyirlər şəklində göstərmək üçün. Some people, deyirsiniz ki, mən bütün insanlardan danışmıram ki, bəzi insanlardan danışıram. People tend to, people are more likely to. Meyillidirlər, daha çox ehtimalla edirlər. Yenə 100% danışmıram. May, might, modal verblər istifadə edə bilərəm. This is often considered to be, passive voice istifadə edə bilərəm. Bəzi sözlər var, in general, as a rule, bunları istifadə edə bilərəm. Comparison edə bilərəm. Məsələn, gənclər çox yeyir, kimə görə, nəyə görə? Deyirsən ki, yaşlılara görə. When compared to others. Və evidence, əgər sübut varsa, evidence suggests that-dən yaza bilərsiniz. Mənə verdiyim detalların burada izahı verilib. Məsələn, it is often assumed that, it seems like və burada nümunələri analiz edə bilərsiniz. Amma bir xahişim olacaq, yəni overhedging eləməyin. Necə dedim ki, linking wordləri öyrənin, amma overuse eləməyin. Eynisi hedgingə də aiddir. Bu qədər uzun cümlə yazmaqdansa, appropriate level'dan istifadə edin. There is some evidence to suggest that video games may be linked to violence şəklində yaza bilərsiniz. Çox simple də yazmırıq. Too much hedging də eləmirik. Appropriate level'dan istifadə edirik ki, bu slaytdan da görə bilərik. Sizdən istədiyim bu nümunələrdən hedgingləri müəyyən eləməyiniz və bu səhifə ilə onu müqayisə eləməyinizdir. Bu sizə faydalı olacaq. Tend to izah elədim sizə. Əvəzinə there is a tendency for ya da have a tendency to işlədə bilərsiniz. Modal verbs may, might, could, would istifadə oluna bilər. Modal adverbs, adjectives and nouns. Possibly, probably, sometimes, generally, commonly, likely, unlikely bu tipli ifadələrdən istifadə edə bilərik. Hedging expressions on balance as a rule to some extent in some many respects in one sense more or less və s. Appearance verbs appear, seem, look. Məsələn, there appears to be. Yəni görünür ki, əlaqə var. Və yaxud da the findings seem to suggest that. Findinglər görünür ki, təklif edir ki. Yəni burada quruluşu görürsüz, bu quruluşları istifadə edə bilərsiniz. Weak verblər, yəni suggest, indicate, conclude, state, confirm, nə bilim, prove, demonstrate-dənsə bunlar daha soft verblərdir, weak verblərdir. Bunları həmişə istifadə edin. Adverblər ki, görürsüz, bunları istifadə edə bilərik. It is that, onu demişdim bayaqsa, it's often said that, it has been argued that və s. Digər insanlara refer eləmək, özümüzdən topu atmaq. Most people would agree that, some people say that. Those in favor believe that şəklində. Və weakening adverb, slightly, fairly, quite, rather, approximately, relatively istifadə edə bilərik. Empatik olmaq lazımdır. Yəni deyəcəksiniz ki, bayaqdan siz hedgingdən danışırsınız. Mənə deyirsiniz ki, yuvarlaqlaşdır. Amma indi deyirsiniz ki, konkret ol. Bəs yuvarlaqlaşdıramsa necə konkret ol? Gəlin görək necə olmalıyıq. Academic writing adətən yəni diqqətli olmalıyıq biz burada. Ki öz opiniyonumuzu veririk, yoxsa digərlərinin fikrini mi veririk? Buna çox diqqət etməliyik. Ümumiyyətlə, biz sizdən öyrənəcəyik indi cümlə quruluşlarımızı necə daha qüvvətli hala salmağı, necə daha qüvvətli formada yazmağı. Bunu grammar cəhətdən öyrənəcəyik sizdən bir yerdə. Məsələn, cümlə belədir. The government should provide care for the elderly. Nə edirsiniz uşaqlar? Deməli, cümləmizin başına yazırsınız it is. Daha sonra mübtədadan sonra that yazırsınız. Bax bu hissə. Sonrasında da not their families, məsələn, dövlət eləməlidir, ailələri eləməlidir şəklində istifadə edə bilərsiniz. Məsələn, cümlə belədir. Animals are rarely were looked after in zoos. Looked after in zoos. Başlayırıq nə ilə? It has been argued that. Daha sonra animals in zoos are well looked after. This is rarely the case. Yəni bu rarely-ni sonunda bir cümlə kimi this is rarely the case yaza bilərsiniz. Məsələn, we need more investment in public transportdur, düzdürmü? Yazırsınız what-u qarşısında, what we need. Daha sonrasında xəbərinizdən sonra is yazırsınız. Is more investment in. Yəni bizim ehtiyacımız olan şey public transportda more investmentdir. Blame should be put on drivers for using their cars for short journeys instead of walking. Burada drivers themselves yaza bilərik. Drivers themselves nə deməkdir? Yəni sürücülərin özlərinə.
ya da me, mən özüm, myself, sən özün, yəni bu şəkildə dəyişə bilərik. The government have really succeeded. Bunun haqqında bayaq qeyd elədiyim kimi o ekstra videoda məlumat əldə edəcəksiniz. Bu inversiondur. Bəzi sözlər var ki, inversionla işlənirlər. Onda məsələn really-ni qoyuruq qarşıya, çünki o inversionla işlənə bilən sözdür. Və sanki qalan cümlə və sual cümləsi verilmişsən məntiqi ilə düşünürsən. So cümlə nədir? The government have succeeded. Düzdürmü? Buna general question verəndə necə olur? Have the government succeeded? Amma bu sual cümləsi deyil, nəqli cümlədir. Sadəcə daha qüvvətli və inversiya tətbiq olunmuş bir nəqli cümlədir. Davam edək. The government will be able to resolve this issue if they hold a referendum. Only by holding a referendum will the government be able to resolve this issue. Birincisi only'dən istifadə edirik. Burada da yenə inversion olur, təxmin edə biləcəyiniz kimi. The government will be able to, will the government be able to şəklində yazıblar. Eynisi baxın, heç bir şəraitdə sözünə də aiddir. Keçir cümlənin qarşısına və sanki general question veririk. Eynisi not only but also'ya da aiddir. Not only cycling is good, not only is cycling good'a çevrilir. Sonra məsələn burada görürsüz demişdim ki keçən dərsimizdə idi səhv eləmirəmsə ki adjective'in qabağına adverb qoyun. Baxın burada da eynisindən istifadə olunub göründüyü kimi. Many species will become extinct unless'in mənası if notdur, bunu ağlımızda saxlayaq. Yəni if filan şey baş verməsə demək yerinə unless'dən istifadə edib inkarda çıxırıq. Cümləni there is no cavabdan başlamaq. Niyə? Buna vaxt istifadə edin ki 100% əminsiniz də, yəni şübhə yoxdur deyirsiniz. Əks halda istifadəsi səhv olacaq bu hedging issuesuna görə. Bu cümlə quruluşlarının izahlarıdır. Mən artıq sizə izah eləmişəm. Burada quiz var. Zəhmət olmasa bu quizi yerinə yetirib yoxlayın sonra. Keçək artikla, yenə tələbələrin yararlı yerlərindən birinə. Artikel qoyarkən ilk olaraq özünüzə bir sual verirsiniz ki, mənim ismim uncountable'dır yoxsa countable'dır. Məsələn, cat, countable'dır. Sonra özünüzə sual verirsiniz ki, general'dırmı, specific'dirmi? Məsələn, cats are great deyirəmsə, mən ümumiyyətlə pişiklərin mükəmməl olduğunu nəzərdə tuturam. Amma it is the only cat I have ever owned. Yəni mənim tək pişikdir ki, mən bugünə qədər sahib olmuşam. Konkret bir pişikdən söhbət gedir də, ona görə the cat deyirik. Və yaxud da cats are better than dogs. Ümumi, general şəkildə deyir. The first cat I owned was black. Yəni ilk sahib olduğum pişik qaraydı. Burada artıq konkret pişikdən danışır. I am allergic to cats and I am afraid of cats to be honest. Deyir mən kətlərə allergiyam var. Sonra I am allergic to the cats next door. Bu birinci dediyimiz ümumiyyətlə pişiklərə allergiyam var. Və yaxud da mən pişiklərdən qorxuram, ümumiyyətlə pişiklərdən qorxuram. Amma ola bilər sən pişiklərdən qorxmursan, amma sən qapının yanındakı pişikdən qorxursan sən bir dənə. So I am allergic to the cats next door. I am afraid of the cats next door şəklində işlədirik haldadır. Uncountable-dırsa, burada özünüzə yenə sual verirsiniz. General-dırmı, specific-dirmi? Research, yadda saxlayın, general bir şeydir, okay? D artiklı işlənmir. The damage caused by tourists is irreversible. Irreversible, yəni geri döndürülməz. Hansı damage? Turistlərin səbəb olduğu damage. Ona görə də D-dən istifadə olunur. Adətən D ilə işlənən sözlər görürsünüz. Burada policy işlədirsiniz, internet işlədirsiniz falan filan. Common mistake odur ki, deyirlər many people in the society deyirlər, amma in society olmalıdır. Orada D işlənməli deyil. Internet, environment, government, public policy cəmdən işlədir. İlk dəfə bəhs ediriksə, EN-dən istifadə edirik. EN zaten vanın qısaldılmış formasıdırsa, E yazıb təzədən van yazmamıza ehtiyac yoxdur. D artiklından da o vaxt istifadə edirik ki, konkret birindən danışırıq. Və yaxud onu ikinci dəfə bəhs edirik. İkinci dəfə bəhs edirik, yaxı əvvəl danışmışıq deyə konkret olur ona görə. Superlative, onu zaten yəni çoxunuz bilirsiniz bəyətmanla. Superlative-lə bir də sıra sayılan qabağında D artikli olur. Bir də of-dan əvvəl D olur. Bu yəni tələbələrimə həmişə dediyim sözdür, həmişə yaddan çıxarırlar, ağlınızda qalsın. So the middle of the road. Of-dan əvvələ artikl qoyur. Bir də bilirik hansı yoldan söhbət gedir, ona görə the road deyir. Yəni ümumiyyətlə yolların middle demək ki, konkret yolun middle deyir. Ona görə orada D artikli istifadə olunub. Zero article isə plurals general, yəni ümumiyyətlə işlənəndə uncountable isimlər və general olanda və some everyday expressions, bunları əzbərləməlisiniz. Go home, have breakfast, go to bed at night in society. Common mistakes, I'm afraid of cats, go to home, in the society. Səhvləri eləməyək. Bəzi sözlər var ki, həm countable, həm də uncountable noundular. Onlara baxaq. Məsələn, sport. Tenis bir idman növüdür mənasında. İdman növü mənasında deyirsinizsə, article işlənir, çünki sayılan isimdir. Amma ümumiyyətlə, idman sənin üçün yaxşıdır deyirsinizsə, onda sport olur. I read the paper. Paper əgər
qəzet mənasındadırsa, the article ilə işlənir. Yox, ümumiyyətlə kağız mənasındadırsa, article-sız işlənir. Would you like a coffee? Burada a cup of coffee nəzərdə tutulur. Amma ümumiyyətlə kofe, genel olaraq kofedən danışırsansa article-sız işlənir. Wood meşə mənasında article-la, taxta mənasında article-sız. Some chocolates bu cheese-ə də aiddir, fish-ə də aiddir. Bu tip sözlər ümumiyyətlə aiddir. Some chocolates o deməkdir ki, müxtəlif növ şokolad var. Südlü şokolad var, dark şokolad var falan. Onda məsələn düşünün ki, 2 südlü şokolad var, bir də dark şokolad var. Onda bizim two chocolates deyirik. Çünki südlü və ağ 2 növümüz var. Amma ümumiyyətlə chocolate deyəndə isə 3 pieces of chocolate'dır, amma 2 chocolates deyirik. Ümid eləyirəm ki, izah edə bildim. Yəni növdən danışırıqsa, neçə növdürsə o qədər 2 chocolates və s. deyə bilərik. Uncountable nounları bunu keçən dərsdə dedim sizə, hətta ilk dərsdə də demişdim səhv eləmirəmsə. Feil işlətməkdənsə uncountable isimləri işlətməyinizi önərirəm sizin. Gördüyünüz kimi traffic congestion, public transport və s. bu sözləri ümumiyyətlə bilməyə çalışın. Countable və onların uncountable versionları əzbərdən bilməyə çalışırıq. Will ilə would-un arasındakı fərqə baxaq. Deyir, if you do some exercise, you lose weight. If you did some exercise, you would lose weight. Deməli, birincidən mümkünlüklə danışır. Deyir, sən əgər idman eləsən, çəki atacaqsan. Bir də düşünün ki, qarşınızda o qədər tənbəl bir insan var ki, siz o insanın idman eləməyəcəyini bilirsiniz də, yəni. Deyirsiniz ki, idman eləsəydin, verərdin çəki, amma eləmirsən. Onda, if you did some exercise, you would lose weight. Yəni, indi idman eləsəydin, çəki verərdin, amma eləmirsən də. Orada artıq did və would-dan istifadə edirik. So, will possibility first conditional, would imaginary second conditional. Yəni, burada qərar verməlisin ki, nə qədər possible deyilən action ona əsasən işlənməlidir. Məsələn, baxın bura. Burada would səhv işlənib. Deyir ki, əgər deforestationa görə az ağac olsa, karbon dioxid artacaq. Guys, bu 100%-dir də. Yəni, az ağac olsa, karbon dioxid 100% artacaq. So, will or may or to be likely to, bu hedgingdir. Bunu danışmışdıq sizlə. Ümid edirəm yadınızda. Will-dəki burada gördüyünüz kimi bəzi yerlərdə çox işlətməyək deyə might deyə bilərsiniz, may deyə bilərsiniz, to be likely to deyə bilərsiniz, it's predicted that-lə, could-la falan başlaya bilərsiniz. Yəni, ümid edirəm ki, izah edə bildim. Unless-i bayaq demişdim. Unless nə deməkdir? If not deməkdir, düzdürmü? I usually walk. If it is raining, I get the bus. Düzdürmü? İndi baxın buna. Don't buy a house if you can't afford it. If və inkar var. If və inkar varsa, ifin yerinə unless yazıram, inkarım da təsdiqə çevrilir. Don't buy a house unless you can afford it. Never borrow money if you can't pay it back. Never borrow money unless you can pay it back. Eyni məntiqlə. Mən bayaq izah elədiyim kimi. Bu arada ifin yerinə as long as işlədə bilərsiniz və provided that ya da on the condition that. Bunlar istifadə oluna bilər. Daha sonra bunu zaten izah elədim. Məsələn, burada çox sevdiyim bir şey, amma mən həftə sonuna işləyirəm deyə bu cümlə mənə aid olmur. Weekends don't count unless you spend them doing something completely pointless. Deyir ki, həftə sonu sayılmır. Əgər sən yəni mənasız bir şey eləmədinsə. Və burada da görürsünüz ki, unless istifadə olunub. Bir də punctuation-a baxaq sizlə bir yerdə. Bunlardan biri wrong punctuation-dır. Ümumiyyətlə, gəlin öyrənək, necə eləməliyik. Yeni bir cümlə başlayırıqsa nöqtə qoyuruq. 2 cümləni görürəm tələbələr adətən vergü ilə birləşdirir. Elə bir optionumuz yoxdur. İkisinin arasına and, so nəsə qoyulmalıdır. Semicolon ya da colon ya da dash qoya bilərsiniz. I like tea, semicolon. Link to ideas and can replace a full stop. Yəni full stopla da əvəz oluna bilər. I like all kinds of hot drinks. Tea and coffee are my favorite. More information verirsinizsə colon. 2 nöqtə. I like tea, I drink it every day. Yəni, burada dash qoyuruq, amma bəzən deyirlər dashlər informaldır, risk almayın, işlətməyin, belə önərirəm. Bura baxaq. The most important thing is that. Görürsünüz nə qəşəng quruluşdur. Which could result in being higher than. İnə görə ing artırmışıq. As long as ifin yerinə işlətmişik. So that. Bu bəni bilirsiniz. Despite the fact that keçən dərs danışdıq. Olacağının sinonimidir. So, baxmayaraq mənasını verir. Like-dəki nümunə. Ki, quruluşların hamısının bir-bir açıqlamasını verib sizə. Slaydın davamında isə simple şeylər deyə mən bundan çox durmayacağam. Necə kompleks cümlələr qura bilərsiniz? Onun haqqında məlumat verib. Comparison edə bilərsiniz. Burada artıq detallı məlumatımız var. Gəlin baxaq.
The sentence is far more complex than any of the sentences that I have used before. Far more complex. Nə deməkdir? Fardan sonra comparative degree işlənir. Böyük fərqlə daha kompleks mənasını verir. Ya da twice as complex as. Bunu task 1-də də işlədə bilərsiniz. 2 dəfə daha kompleks. Twice as, adjective as. İkinci azdan sonradakı nə ilə müqayisə edirsinizsə onu qoyursunuz elə bil. The reason why the sentence is more complex is that. The reason why something happens is that. Bir də not as complex as. Not as. Bunun haqqında bizim task 1 week 3-də də materialımız olacaq. Çox üstünə durmayacağım. Yəni, o qədər deyil mənasındadır. Contrast, whereas-dən danışmışıq. Hətta olduğu ilə fərqində danışmışıq. Unutmuşsunuzsa gedin baxın. Task 2 week 2 videosuna. However, while, but, yet. Burada durğu şərlərinə please diqqət etdirməyinizi istəyirəm. Səbəb göstərirsə because of, due to the fact that, as since demişdim də because-un sinonimi də işlədə bilərsiniz. Due to the fact that, because-un sinonimidir yəni. Due to-dan sonra söz birləşməsi ya da söz. Due to the fact that-dən sonra cümlə. Because of-dan sonra söz birləşməsi ya da söz. Because of the fact that-dən sonra cümlə. Məqsəd göstərəndə in order to-dan sonra verb gəlir. So that-dən sonra isə cümlə gəlir. Baxın buradakı kimi. To encourage, məqsəd in order to-nun yerinə to da işlədə bilərsiniz ya da so as to da işlədə bilərsiniz. Burada qəşəngidir. With economic incentives if necessary. If it is necessary yerinə if necessary yaza bilərik. Ekonomik insentivlərlə əgər önəmlidirsə. Although-nun sinonimləri even though, despite the fact that, in spite of the fact that izah eləmişəm artıq. Conditionals izah eləmişəm. Bir dənə buna baxaq. Third conditional izah eləməmişəm. Keçmişlə bağlı peşmançılığı bildirəndə istifadə olunur. Birinci tərəf keçmiş bitmişdə, ikinci tərəf isə could have ya da would have plus verb 3 ilə istifadə olunur. Dövlət keçmişdə daha sürətli davransaydı, bu situasiyadan indi qaçınılardı. If the government had acted more quickly, the situation could have been avoided. Əla quruluşdu. Ya da nə edirik uşaqlar? If gedir ümumiyyətlə, cümləyə sanki general question verilmişdi kimi inversion edirsiniz. Had the government acted more quickly, the situation could have been avoided. Çox qəşəng olurdu. Önərirəm. Time expressions when, as soon as, however izah edeyim. However'ın bir mənası deməkdir, bilirsiniz, amma mənasını verir. Bir mənası da mahnıda da var idi. O yadımdan çıxdı az mahnıda. Tapsam adını yazacağım bura. However, yəni nə qədər çox. Whoever bilirsiniz, kim olursa olsun. Whatever, nə olursa olsun. However də yəni nə qədər olursa olsun mənasını verir. However hard we try. However hard we try, yəni biz nə qədər hard try eləyiriksə eləyək mənasını verir. Okay? So, bunu istifadə edə bilərsiniz. Çox qəşəngdir, çox önərirəm. No matter how nədir? Aslı deyil nə qədər. Məsələn, no matter who, no matter'dən sonra sual sözü işlənir. Məsələn, no matter who you are, I will not forgive you. Sənin kim olmağından asılı olmayaraq mən səni bağışlamayacağam. No matter how hard they try, they will never be able to escape the cycle of poverty. Nə qədər çox çalışmalarına baxmayaraq, onlar kasıblıqdan qurtula bilmirlər. Bilməyəcəklər, sorry. Yəni, no matter'dan sonra sual sözü qoyuruq. Amma cümləyə fikir verin, how hard they try deyir, yəni. How hard did they try demir, görürsünüz? Ya da do they try demir. Normal cümlə şəklində. Bir də the more, the sooner we change our lifestyles, the more likelihood there is of us saving the planet. The more nə qədər çox falan şey, o qədər çox o bir şey. Hər iki tərəf comparative degree ilə başlayır. Likelihood'un mənası possibility deməkdir. Çox işlənir. Readingdə də bundan danışacağıq. Mənası belə olur. Nə qədər sürətli, nə qədər tez biz öz lifestyle-ımızı dəyişsək, o qədər daha çox imkanımız olacaq planeti qorumaq. ING-dən istifadə eləmək. Bir də birini də izah eləmişdim, xatırlayırsınız. Cümlə qoyursunuz, vergül, which resulted in, who which-dən sonra verb var. Onda who which-dən silirik, verbimizi ING artırırıq. So, which resulted in, which silindi, resulted in-ə ING olur, resulting-in. Sadəcə which resulted in-in yerinə resulting-in yaza bilərsiniz. Bir də vurğu. One of the main reasons why is because of something. The most powerful argument in favor of something is that. One approach would be bu şəkildə. Daha sonrasında relative pronoun, bunu bilməyəniniz yoxdur məncə. Which, where tipli sözlərdən istifadə edərək əvvəlki sözü açırıq. Və with plus ing. Ən sevdiyim. Deməli, necədir? Normalda iki cümləni and-lə bağlayırıqsa, normalda belədir. And numbers went up-dır. Onda and-i silirik. Yerinə with yazırıq gördüyünüz kimi. Feilimizə isə ing əlavə edirik. Went up çevrilir going up-a.
Yəni burada gördüyünüz kimi. With-ə o vaxt istifadə edirsiniz ki, subjektlər fərqlidir. Baxın, burada numbers-dən danışır, burada trend-dən danışır. Subjektlər fərqlidir deyə with istifadə elədik. Eyni olsaydı istifadə eləməyəcəkdik. Davam edək. Bu qədər. Bu bizim grammar materialımız. İndi davam edirik discussion essələrinə sizlə bir yerdə. Discussion esselərdən biz öyrənəcəyik ki, necə yazmalıyıq. Ən bəsit esse növüdür. Qısa bir spoiler verim sizə. Və ən rahat öyrənəcəyiniz esse növü discussion esselərdir. Deməli uşaqlar, discussion essələrini hardan tanıyırıq? Burada bizə deyir ki, discuss both views and give your own opinion. İki view'unu da müzakirə elə və öz opinionunu ver. İlk cümlə olaraq həmişə olduğu kimi verilən cümləni paraphrase edirik. Hətta mən sizin üçün burada strukturda indi yazmaqda olacağam. İlk cümlə olaraq verilən cümlənin paraphrasingi. Daha sonra bu sarı cümləni görürsünüz. This essay will analyze both points and present my opinion on the subject. Burada bir neçə yön var uşaqlar. İstəsəz fikrinizi başda da verə bilərsiniz. Mənim elədiyim belə intizarda saxlayıb ən conclusionda, sonda verməkdir fikrimi. Amma belə fərqi yoxdur aralarında. İkisini də istifadə edə bilərsiniz. On the one hand yazırıq və daha sonrasında birinci qrup insan niyə belə düşünür? Okay, o ideyanı yazırıq. Burada önəmli bir məqam var. Deyir, iki view'unu da müzakirə elə və öz fikrini ver. Düzdürmü? İlk iki body'də in my opinion, I think sözlərini yazmırıq. Çünki ilk iki body'də biz öz fikrimizi vermirik. İlk iki body'də biz digər insanların fikrini veririk. Öz fikrimizi conclusion və yaxud da üçüncü body'də verəcəyik. On the one hand yazırıq. Məsələn, burada deyir ki, bəzi tələbələr istəyir ki, öz subjektlərinə əlavə digər subjektləri də götürsünlər. Digərləri deyir ki, yox, bütün vaxtımı və diqqətimi öz ixtisasıma verməliyəm. Deyir ki, view'unu da müzakirə elə və opinion'u ver. On the one hand, niyə bəzi tələbələr, məsələn, əlavə dərslər götürmək istəyir, onu yazırsınız. Ki, burada yazıb ki, enrolling in subjects that are not directly relevant to the major allow students to have a more calm and pleasurable academic experience while earning extra credits as the major topics might get exhausting. Deyir ki, daha sakit bir həyat tərzi sürmək üçün də bir növ, daha sakit bir academic experience üçün. Verdi ki, birinci qrup insan niyə elə düşünür? Sonra onu izah edirsiniz. İzah elədi ki, çünki görürsüz, əsas dərslər yorucu ola bilər. Bunu ayrı cümlədə də izah edə bilərsiniz. Eyni cümlədə əzlə də izah edə bilərsiniz. Sonra keçirsiniz bir dənə nümunə verirsiniz. For example, çalışın nümunələrinizi atmayasınız birincisi. Yalandan təblər yazıb 1970-ci ildə 50% belə elədi falan. Yəni süni olduğu bilinir və examiner bilin ki, onu başa düşür ki, səhv yazmısınız. Mənim önərim nümunələri ölkəmizdən verməkdir. Pulsuz təhsildir Azərbaycanda dövlət proqramından danışın. Environmentdə COP-dan danışın. Turizmdir, formula vaxtı gələn turistlərdən danışın. Yəni daha bildiyiniz. Əgər nümunə vermək istəyirsinizsə də spesifik research-ə refer eləməyin, xahiş eləyəcəm ki. Məsələn, deyil, son researchlər göstərir ki, amma bunu da önərmirəm. Yenə ölkəmizdən ya da xüsusi bir insan qrupundan verilən nümunə daha yaxşıdır. For example veririk. Baxın, for example mübtəda ilə xəbərin arasına qoyub iki tərəfinə vergül də qoya bilərsiniz. Qəşəng quruluşda. Sonra nümunənizi verirsiniz. Sonra da bir dənə cümlədə nümunə və point əlaqələndir. İkinci hissədə isə on the other hand yazırıq və ikinci qrup insan niyə belə düşünür onu yazırıq. Baxın, on the other hand də yenə for example və sair kimi mübtəda ilə xəbərin arasına qoyulub iki tərəfinə vergül qoyula bilər. Burada da nə yazdıq? İkinci qrup insan niyə elə düşünür? Sonra onun da izahını verirsiniz. Yenə baxın burada izah veriblər. İstəsəz eyni cümlədə, bayaq qeyd elədiyim kimi, istəsəz fərqli cümlədə. Sonra onun nümunəsini verirsiniz. Bayaq izah elədiyim kimi. Bir də əlaqələndirmə. Nümunə və point əlaqələndir. Point dediyim ilk cümləmizdir. Daha sonrasında, əgər sizin opinionunuz tamamilə fərqlidirsə, bu ikisini də tutmursunuz, siz tamamilə başqa deyirsiniz ki, məsələn də buradakı da belədir. Deyir ki, tamam, şeyləsinlər, dərs götürsünlər, amma onlar imtahan verməsinlər. Yəni, belə uzun bir öz opinionunuz varsa, in my opinion yazıb, öz opinionunuzu yazırsınız. Sonrasında onu izah edirsiniz. Sonrasında nümunə, yenə eyni məntiqlə.
və sonra da əlaqə, link. Bunu nə vaxt yazırıq? Opinionimiz fərqli və uzundursa. Bu oldu bizim opinionimiz. Bu ama optional paragrafdır. Tamam, çok sağ olun. Okay. Və bold opinionimiz bu bizim oldu optional paragrafımız qeyd elədiyimiz kimi. Və son olaraq var bizim conclusionumuz. In conclusion, some people hold the view that falan şey, bəzi insanlar düşünür ki, məsələn, ekstra dərslər götürməlidirlər. Sonra yazırsınız ki, as, niyə elə düşünürlər, onu yazırsınız. Sonra yazın ki, while others are certain that ekstra dərs götürülməməlidirlər. Məsələn, for, nə üçün, sonra yazırsınız. Sonra yazırsınız ki, in my opinion və öz fikrinizi yazırsınız. Bu da oldu sizin discussion esseləri üçün istifadə edə biləcəyiniz template, hansı ki çox asandır. Dediyim kimi 3-cü body optionaldır. Amma digər 4 introduction'da, body 1'da, body 2'da, conclusion'da mütləq şəkildə yazılmalıdır. Bu esseni də yenə bizim attığımız Drive faylın içərisində olacaq. Oradan baxaraq analiz edə bilərsiniz. Sizin üçün yenə də faydalı olacaq. Bunlarla bağlı notlarınızı və s. götürməyi də unutmayın. Beləliklə biz sizlə Task 2'dan bütün mövzuları bitirmiş olduq. Bunların hamısını dəqiq bir şəkildə oxuduğunuzda, esse göndərdiyinizə əmin olun. Çünki esse göndərməmiş heç bir fayda ala bilməyəcəksiniz. Bundan əlavə olaraq da sizə bir ekstra dərs, belə deyək də, bir bonus dərs göndərəcəm. Harda ki siz tapa bilərsiniz əlavə qrammatik quruluşlar. Biz onsuz da kifayət qədər öyrəndik, amma yenə də əlavələrini sizə məlumat verəcəm. Task 2'dan bu qədər. Növbəti Task 1 dərsində də yenidən görüşəcəyik sizdən bir yerdə. Uğurlar, ümid edirəm ki, hər hansı bir probleminiz yoxdur. Suallarınızı və esselərinizi birbaşa mənə yönləndirə bilərsiniz. Hələlik. Okay. Free audio post-production by alphonic.com